İlk vaxtlarında vəhyə daha çox ehtiyac var idi. Vəhyin gəlməsinə daha çox ehtiyac var idi və ilk dövrlərdə də Həzrət Peyğəmbər təbliğat aparırdı, insanları İslam dininə dəvət eləyirdi. Sadəcə gizli şəkildə dəvət eləyirdi. Gizlilikdə bu mənada deyil, heç kimin xəbəri yox idi. Yox, o mənada yox. Yəni ümumi dəvət eləmirdi. Baxırdı, görürdü ki, məsələn bunun qəlbində iman nuru var. Bununla oturub söhbət eləsəm, buna nəsə təsir eləyə bilərəm. Bunun həyası var da. Məsələn, Peyğəmbər buyurur ki, biri ilə söhbət elədin, gördün ki, həyası yoxdur. Onunla söhbət eləməyin mənası yoxdur. Elə orada elə söhbəti saxla, artıq nəsə demə. Peyğəmbər də baxırdı, görür ki, bunun qəlbində iman nuru var. Bununla oturub söhbət eləsə, tez hidayət olar. Belə deyək də, haqq axtarışındadır bu şəxs. Buna doğru söz desən, bu inadkarlıq eləməz və eləmədən də, inadkarlıq eləmədən mənim sözümü qəbul eləyər. Bu cür Həzrət Peyğəmbər gizli təbliğatı ilə məşğul olub bu 3 il ərzində və onda da vəhyə daha çox ehtiyac var idi ki, vəhiy gəlsin.